Bugünkü mövzumuz özünü sev, özünə dəyər ver, özünü qiymətləndir. Son illərin ən çox istifadə olunan terminlərindən biri özünə güvən, özünə qiymətləndirmə mövzusudur. Yəni hər kəs bir-biri ilə rastlaşanda bir-birinə bu barədə mütləq şəkildə öz güvənin aşağıdır, öz güvənini biraz qaldır, öz güvənində nə isə problem var. Baxın, bu elə bir mövzudur ki, bunu yalnız mütəxəssis, yəni bu işin peşəkarı qoya bilər. Siz qabağınıza çıxan insana öz güvəninin aşağı olmağını və yaxud da ki, bunun üçün çözüm yollarını öyrədə bilməzsiniz. Mütləq şəkildə bir peşəkara müraciət edəndən sonra öz güvəninin aşağı olma səbəbləri, özünü sevməmə səbəbləri aydınlaşdırılandan sonra ona özünü necə sevməyi öyrətməyimiz mütləqdir. İnsan özünü sevməli və özünə dəyər verməlidir. O zaman öz güvən də yuxarı olur, özünü qiymətləndirməlidir.